Hörmətli izləyicilərimiz, salam və hər vaxtınız həmişə kimi xeyirli olsun. Bu gün sizlərə Maçlar sözündə belə bir 4 otaqdan ibarət 2 sotun içərisində tam təmirli, bütün kommunallar daimi olan belə bir gözəl bir evlə tanış edirik. Yerləşmə yeri də Maçlar qəsəbəsində Məmmədiyar dairəsinin yaxınlığıdır. Hardasa magistral yoldan da 350-400 metr məsafədə çox sakit, gözəl bir havası olan, təmiz havası olan bir məkanda belə bir evlə tanış edirəm sizi. Hal-hazırda evin həyətyan sahəsində gördüyünüz kimi həyət genişdir. Rahatlıqla bir neçə maşın həyətdən daxil ola bilər. Ev özü də yerdən kürsüldür. Hardasa 9 daşın üstündədir. Və həyətin bu hissəsində belə bir söhbətgahıdır gördüyünüz kimi. Yəni çox da balaca deyil, əla bir söhbətgahdır. Yəni rahatlıqla burada oturub samovar çayını qaynatmaq mümkündür. Həyətin bu hissəsində isə deməli belə bir gül çiçək əkilib səliqəli bir şəkildə. Evin alt hissəsi də belə bir geniş padvaldır. Yəni rahatlıqla da alt hissəsində bütün otaqları keçmək mümkündür. Və buradan da evin yanında gördüyünüz kimi yəni məsafəsi var tam olaraq. İndi isə keçək evin içərisindən tanış olaq. Qalxırıq indi evin içərisinə. Deməli, bura evin ön hissəsi və buradan mətbəxdir gördüyünüz kimi. Mən mətbəxdən də açım bunu təqdim edin dəyərli müştərilərimizə. Mətbəxdən də birbaşa kiçik bir teras kimi düşünülüb bura. Belə bir kiçik bir terasdır. Mətbəxdən də birbaşa terasa çıxışı mövcuddur. Keçək indi evin digər otaqları ilə tanış olaq. Deməli, bura dəyərli izləyicilər, evin hol olan, yəni koridor olan hissəsidir. Gördüyünüz kimi, yəni eni də ki, maşallah olsun, böyükdür, genişdir. Yəni rahatlıqla evin içərisində belə bir genişlik var, belə deyək. Buradan sağ hissədə koridor, estağfurullah, koridor mətbəxidir. Evin mətbəx olan hissəsidir. Gördüyünüz kimi geniş bir mətbəxdir. Və solda yerləşir, yəni məndən solda yerləşir qonaq otağı. Yəni qonaq otağı da belə bir geniş bir qonaq otağıdır. 2 dənə pəncərəsi birbaşa həyətinə baxan şəbəkə stil pəncərə özdə. Dediyimiz kimi kommunallar hamısı daimidir. Qazı, suyu, işığı hamısının sayğacı mövcuddur. Və istilik sistemi də kombidir. Qardaşım bir dənə zəhmət olmasa bu otağı çəkək, burada göstərəcəm ki, bura kiçik bir birinci yataq otağıdır. Dediyim kimi kombi sistemidir, xətlər çəkilib. Ev özü də qoşa daşla, cüt daşlandır. Təmini də göz önündə gördüyünüz kimi, yəni necə var, elə də çəkib təqdim edirik sizə. Tam təmirli, giryaşa vəziyyətində olan. Bura böyük bir yataq otağıdır, böyük yataq otağıdır, belə geniş, böyük bir yataq otağıdır. Keçirəm digər sonuncu otağa, oranı təqdim edeyim. Və burada digər bir sonuncu yataq otağı. Ev ümumilikdə 3 yataq, bir qonaq otağından ibarətdir. Və sonda da ki, sanitar qovşaq və hamam otağı. Aksesuarlar da ev sahibi tərəfindən quraşdırılıb təhvil veriləcək inşallah. Və ən əsas sonda onu da qeyd edək ki, gördüyünüz bu evin sənədi paket kupçadır. Evin də torpağını çıxarış xüsusi mülkiyyət. Qiymətdə 110 min manata deyilir. Real alıcı olsa təbii ki, endirim var. Əlaqə nömrəmiz səhifəmizdə mövcuddur. Bu və bunun kimi digər evlərlə tanış olmaq istəsəz, səhifəmizə daxil olub baxa bilərsiniz. Biz də təşəkkür edirəm. Sağ olun.